bir ayələr baş verdiyi zaman onunla hərəkət etmək, ona uyğun hərəkət etmək, yəni sünnədəndir. Necə ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm hətta bulud gəldiyi zaman rəngi dəyişilərdi. Ayşə anamız radiyallahu anhə soruşur ki, ya Rasulullah, cəmaat bulud gələndə sevinir. Yəni, yağış, bərəkət gətirəcəyindən və Peyğəmbər sallallahu aleyhi və səlləm görür ki, yəni kim əmin durur ki, yəni orada əzab yoxdur o əmən buludda. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm yəni hər hansı bir bu Allah Təala'nın qüdrət nişanələri ortaya çıxdığı zaman dəyişilərdi və həmçində namaza qaçardı. Necə ki Peyğəmbər sallallahu əleyhi və səlləm "İzə həzəbəhu amrun fəzə ilə salah." Yəni başına bir iş gəldiyi zaman namaza qaçardı. Çünki belə bir işlər Allahın əzabı, yəni Allah əlindən sovuşdurulmaz. Yalnız yəni dua ilə, yalvarmaqla Allah Teala əzabı dəf edir, sovuşdurur, geri qaytarır. Və ona görə də hər bir insan bilməlidir ki, müsibət baş verdiyi zaman Allah Teala'nın bizdən istədiyi nədir? Bizdən istədiyi yalnız və yalnız bizim yalvarmağımızdır. Çünki Allah Teala buyurur: "Və-laqad axadnahum bil-azabi kemestakanu li-rabbihim və ma yatadarrun." Biz onları əzabla yıxıladıq. Onlar nə yalvarıb yaxardılar, nə də itaətlərini artırdılar. Yəni Allah Teala istəyir ki, yəni qulları itaətini artırsın və tövbələrini çoxalsın və yalvarıb yaxarsınlar. Hanı yalvarıb yaxalar? Nə qədər Allah Teala göstərir, amma biz bir o qədər də yəni günahlarımız içərisində davam edirik. Sonra da qəflətən, özümüzə xəbər olmadan da əzab gəldiyimiz zaman nəsə etmək istəyirik, dua etmək artıq onda yəni gecdir. Ona görə ağıllı insan düşünməli, ibrət almalı və həmçinin tövbə etməli, istiğfar etməli. Necə ki, o surədə də keçdi ki, Allah Teala buyurur: "Və mə kənə Allah liyu'azibəhu və entə fihim." Nə qədər ki, sən onların içərisindəsən, biz onlara əzab vermərik. "Və mə kənə Allah mu'azibəhum və hum yestəğfirun." Nə qədər ki, onlar istiğfar edərlər, biz onlara əzab vermərik. Ona görə sahabelər deyirlər ki, bizim yəni əzabdan əmin olduğumuz iki şey var idi. Əzabdan əmin olduğumuz iki şey var idi. Peyğəmbər sallallahu aleyhi və səlləmin varlığı və həmçinin də istiğfar. Peyğəmbər sallallahu aleyhi və səlləm aradan qalxıb, vəfat edib, yerdə qalıb istiğfar. Əgər istiğfar da etməriksə, tövbə də etməriksə, yəni onda əzabın bizə gəlməsi yaxındır. Ona görə də günahlar olduqca çoxdur. Təpədən dırnağa qədər hər bir insan da günah içərisindədir və daima istiğfar etməli, bağışlanma diləməli, tövbə etməli və xüsusən də bütün günahlardan və xüsusən də və günahdan sonra dərhal tövbə etməli. Günahdan sonra dərhal tövbə. Ona görə İbn Qayyim rahimehullah deyir ki, günahdan sonra tövbəni gecikdirmək özlüyündə bir asilikdir və onun ayrıca başqa bir tövbəyə ehtiyacı var. Hətta sonra insan tövbə edərsə belə, yenə o gecikdirdiyi tövbəsinə görə əlavə bir tövbə etməlidir və bu da elə bir işdir ki, çox tövbə edənlərin fikrinə gəlmir. Və bəzən şeytan vəsvəsə deyir ki, hələ o günaha yenə düşə bilərsən, ona görə tövbə etmə. O günahı yenə işlədikdən sonra tövbə edərsən. Artıq bu şeytanın vəsvəsəsidir. Sən gecikdirməyin özlüyündə bir asilikdir. Özlüyündə bir asilikdir. Onun başqa bir tövbəyə ehtiyacı var. Və Allah Teala'dan istəyirik ki, Allah Teala bizə günahlarımıza görə əzab verməsin. Və Allah Teala'dan istəyir xalqımızı hidayət etsin və hidayətli olanlar sabit etsin və bizi irələdikdən sonra geriləməkdən və hidayəti gəldikdən sonra armaqdan dursun.